2200 bir qismi bu ixtisası qəbul ola bilirsə, bu Azərbaycanda 670 və daha üzəri, daha geniş imkanlar və daha geniş biliklərə sahibdirlər. Ötən il qoşulduğumuz Teknofest yarışmasında QS sıralamasında araşdırdım, 279-cu yerdə idi. Mən Bəxtiyar Mirzəyev, Türkiyə-Azərbaycan Universitetinin Sənaye Mühəndisliyi ixtisasında təhsil alıram, ikinci kursa keçid edirəm. 644 balla qəbul olmuşam. Bugün Türkiyə-Azərbaycan Universitetinin Sənaye Mühəndisliyi ixtisası haqqında ətraflı məlumat verməyə çalışacağam. Bu universiteti və ixtisası seçməyinizə əsas səbəb nə oldu? Azərbaycanda əsasən əmlak bazarını araşdırdım və ən böyük tələbat olan və irəli gedə biləcəyim sahələrdən biri olduğuna qərar verdikdən sonra ən yaxşı universitet seçiminə başladım və sıralamalarda Türkiyə-Azərbaycan Universiteti ilk sıralamanı aldım. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Sonda Türkiyə diplomu veriləcəkmi və bu diplom Azərbaycanda tanınacaqmı? Bizdə İstanbul Texnik Universitetinin birbaşa sistemi tədris olunduğuna görə bu proqramı bitirən öğrencilərə həm İstanbul Texnik Universitetindən oxuyan tələbələrə verilən diplomun birəbir eynisini Azərbaycanda Türkiyə-Azərbaycan Universitetində oxuyan tələbələrə verilir və həmçinin əlavə olaraq Azərbaycan Texniki Universitetinin diplomu sonda bizə təqdim edilir. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Əsasən prestij və 2 diplom olmağına görə buranı seçmişəm. Çünki İstanbul Texnik Universitetini QS sıralamasında araşdırdım, 279-cu yerdə idi və həmçinin sənaye mühəndisliyi proqramı altında keçilən ixtisaslardan biridir və İstanbul Texnik Universitetinin 273 illik bir prosesinə dayanaraq bu proqram Azərbaycanda tədris olunur. Oranın birəbir müəllimləri gəlib burada eyni proqramı tədris edirlər. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Sadəcə ixtisas deyil, həmçinin universitetin üstünlüklərini qeyd etmək istərdim. Mən sənaye mühəndisliyi olaraq Foundation ilində sadəcə sənaye mühəndisləri ilə deyil, həmçinin kompüter və qida mühəndisləri ilə də birlikdə tədris almaq imkanım olmuşdu. Ötən il qoşulduğumuz Teknofest yarışmasında bizim qrupda həmçinin kompüter və qida mühəndisliyinin tələbələri də yer almışdı. Hansı ki, onlar Orta Doğu Texnik Universitetinin və Hacettepe Universitetinin tələbələridir. Ümumi ekosistem, bu ekosistemin 3 fərqli universitetin bir arada toplaşıb ortaq bir böyük layihə ərsəyə gətirməsi çox böyük bir layihədir və faydalanmaq mənim üçün bir qürurdur. Foundation ilində tədris necə aparılır? Foundation ili əvvəlcə ixtisasa qəbul olan tələbələr English Proficiency Exam, İngiliscə yetərlilik sınavına götürülür və həmin imtahandan 59.5-6 bal toplayan tələbələr növbəti bir imtahana qeyd olunur və həmin imtahan səviyyə belirləmə sınavı olaraq təqdim olunur. 2 fərqli mərhələdən ibarətdir və bu mərhələlərdə imtahan götürərək ingiliscə səviyyəmizə uyğun 4 qrupa yerləşdiririk. A1, A2, B1, B2-yə uyğun 101, 201, 301, 401 olaraq qruplara bölünürük. Əsasən Foundation ilində tam ingiliscə fokuslanır, akademik ingiliscə, writing, listening, reading və speaking bacarıqlarına fokuslanılır və bu proqramı bitirdikdən sonra eyni bizə keçirilən tələblər üzrə imtahan götürülür. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Daha yaxşı keçir deyərdim. Universitetdə yəni sadəcə eğitimlə qurtarmırıq, hətta bizə daha böyük imkanlar sunulur. Hansı ki, bunlar təcrübə imkanları ola bilər və bəzi universitetlərdən fərqli olaraq, yəni geniş laboratoriyalarımız var. Öyrəndiklərimiz sadəcə nəzəri olaraq qalmır, onlar həmçinin praktikada yerinə yetirə bilirik və bu da daha böyük öyrənmə sahəsi gətirib çıxarır. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Həm İstanbul Texnik Universitetinin, həm də Azərbaycan Texniki Universitetinin birəbir eyni diplom verilir. Hansı ki, İstanbul Texnik Universitetinin sənaye mühəndisliyində təhsil alan tələbəyə hansı diplom verilirsə, Türkiyə-Azərbaycan Universitetində də təhsil alan tələbəyə eyni universitetin birəbir versiyası verilir. Yəni orada hər il 2.5 milyon öğrenci imtahana girir. Onlardan sadəcə 2200 bir qismi bu ixtisası qəbul ola bilirsə, bu Azərbaycanda 670 və daha üzəri bala bərabər gəlir və bu da ki,
Yəni mənim üçün çox böyük bir üstünlükdür ki, bu cür prestijli bir universitetdə, prestijli bir ixtisasda təhsil almaq imkanım var. Yəni həmçinin Azərbaycanda birbaşa İstanbul Texnik Universitetinin sistemi bura gətirilib və oradan olan professor doktor heyətimiz gəlib burada həmin proqramı tədris edirlər. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Universitetin akademik heyəti sadəcə öz ixtisasları deyil, bir neçə sahədən bilikli olan müəllimlərdir. Bu da bizə o şəraiti yaradır ki, Texnofestə müraciət edərkən advisorımız kimi öz müəllimimizdən kömək almışdıq. Onun Texnofest biliklərinə dayanaraq. Yəni onlar sadəcə öz ixtisaslarını deyil, həmçinin yeni müasir texnologiyanın içində olaraq daha geniş imkanlar və daha geniş biliklərə sahibdirlər və bu mövzuda onlardan çox böyük kömək ala bilərik. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Karyerasında uğurlu olan iş insanları həmin o karyera planlaması dərslərində bizə öz məsləhətlərini, tövsiyələrini verirlər və onlar da artıq bu işin içində olduqlarına görə sənaye mühəndisliyinə gələcəyin tələbatına və əmlak bazarına uyğun olaraq bizə sənaye mühəndislərinə öz tövhələrini verirlər və gələcək yönümlü olaraq sənaye mühəndisliyinin hal-hazırda harada olduğunu və hara qədər inkişaf edə biləcəyini bizlərə izah edirlər. Bu yöndə bizə çox dəstək olurlar. Sənaye mühəndisliyi nədir? Proqramda hansı fənlər tədris olunur? Sənaye mühəndisi sistemi optimallaşdıraraq əlimizdə olan resurslardan maksimum dərəcədə faydalı istifadə edərək onlardan maksimum gəlir əldə edəcəyimiz formada prosesləri tənzimləyən şəxsdir. Biz sistem optimizasiya, insan resurslarının idarə olunması, ümumiyyətlə resursların idarə olunması, Python dərsləri alırıq, proqramlaşdırma dərsləri götürürük. Azərbaycanda olan tələbələr standart sənaye mühəndisliyi ilə, yəni İstanbul Texnik Universitetinin sənaye mühəndisliyini qarşılayırlar. Gələcəkdə əmək bazarını qarşılayan ən yaxşı mütəxəssisləri yetişdirən universitetlərdən biri İstanbul Texnik Universiteti olduğuna görə Sənaye 4.0 inqilabının da ən yaxşı tələbə yetişdirənlərdən biri İstanbul Texnik Universiteti olacaqdır. Bu ixtisası bitirənlər əsasən zavod fabriklərdə deyil, yəni standart bildiyimiz kimi deyil, daha rəhbər vəzifələrdə işləyəcəklər. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Bəli, yəni əsasən universitetdə yeni bir qərar çıxarılarkən, əgər qərarlarda bizim fikrimiz rol oynayacaqsa, həmin qərarlar üçün sorğular keçirilir və bizim də fikirlərimiz əsas tutularaq növbəti addımlar atılır. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Yaqub Bakan hoca bizə sadəcə akademik tərəfdən dəstək göstərmir, həmçinin öz həyatımızda və biz hansı ki o vaxtda Texnofestə müraciət etmişdik, orada bizə çox böyük kömək edir. Bu universiteti seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Bizim universitet çətir universitet modelidir, hansı ki 3 aparıcı universitetin, hər universitetdən bir ixtisas Azərbaycana gətirilib və Azərbaycan Texnik Universitetinin tərəfdaşlığı ilə proqram həyata keçirilir və qəbul şərtləri tam ödənişsiz əsaslarla keçirilir, yəni tam dövlət proqramı ilə burada təhsil ala bilərsiniz. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Əslində universitetin daha böyük olmağını və yeni kampüsümüzün olmağını istərdim və nə yaxşı ki, belə bir layihəyə də artıq imza atılıb. Bu ildən artıq yeni universitetimizin kampüsünün tikintisinə başlanacaq və 2028-29-cu illərdə tikinti prosesi başa çatacaq və yeni kampüsümüzə köçəcəyik. Abituriyent illərinə qayıtsan, yenə də bu universiteti və ixtisası seçərdim. Bəli, şübhəsiz ki, seçərdim. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Türkiyə-Azərbaycan Universiteti öz professional karyerasını qurmaq istəyənlər və keyfiyyətli tədris almaq istəyən tələbələr üçün sadəcə tək bir seçimdir və hər kəsə bunu məsləhət görərdim. 2X Akademiya bu universiteti tanıtmağımız haqqında şərait yaratdığına görə təşəkkür edirik.